Muxtar nə yalancıdır, nə də dinsiz. O mənim gördüyüm ən düz danışan və ən adil kişidir. Allahdan qorxan, səhərəcən alnı səcdədə olan bir kişini necə inkar eləyə bilərəm? Mənim cavanlıq röyam onun kimi bir ərin olması idi. Allah röyalarımı gerçəkləşdirib, mənə elə bir ər qismət elədi ki, o ərəblərin və dinin fəxridir. Muxtarın əlinin dilindən ləyaqət nişanı var. Uşaq olanda Əli onu Kəyyis adlandıraraq buyurdu ki, bu uşaq Əhl-i Beytin yaralı ürəyinə bir məlhəm olacaq. Muxtarın əli Allahın əlidir. O Allahın Rəsulunun ciyər güşəsinin qatillərindən intiqamını aldı.